Sinəyin üstünə uşaqlar. O razbotka hərəkəti var ya, qantellə. Yəni mən o hərəkəti birbaşa privestivit eləyirəm, yəni dəstəkləyirəm, qəşəkdir, zordur, ləzzətli hərəkətdir. O aparat var, burada gördüm, yadıma düşdü. Aparat var, lap yaxşı. Mən həmişə demişəm, apar at. Qardaş, sənə gücü verəcək, səni eşşəyə, heyvana döndərəcək şeylər, bax, bu qantellərdir. Bax, uşaqlar, razbotka hərəkəti. Deməli, orada aparat var. Siz də bilirsiniz, orada daş taxırsan, belə. Bu var ya, bu razbotkadan elə bir aparat verirsiniz. Qardaşım, o əlillər üçündür də, o qoca kişilər var, yəni ahıl kişilər gəlir, 2 yarım taxır, məsələn də oynaqlarına çox güc düşməsində. Qolu qırılıb cipsdədir, məsələn, bildin nətər, yəni bir də çox ağır düşür. Burası sağlamsan, mənim ürəyim. O qantelləri götürürsən, səhəri, bəs. Yapışırsan, bundan, bax, bərk. Soyucu, beyin və korpus qaldı gərginliyi altında. Atdın, razbotkadır. Bir dənə yarım dairə. Çəkirsən, bura qədər. Az çəkidən çox saya qalx. Mən bunu dibinə qədər dartıram. Ki, qoy vətənlərə dartırsın da öyrəşsin. Ağır çəkidə yox. Yüngül razminka çəkisində dartıram. İndi gələk bunun robot çəkisinə. 27 yarım işləyir, hə? Yəni gedəri budur. Bunu da 5-6 say məsləhət görülmür. Mütləq 8 plus olmalıdır. Yəni, götürdük 27 yarımı. Ona nasıl anlamaram mən? Götürdük, atdıq. Baba, bismillah. Hop, 1. Baba, dartdıq. Baba. Hop, 2. Qorxmuyor uşaqlar. Baba. 3. Şimdi 4. Baba. 5. 6. 7. 8. Hop. Şu, bununla var belə. Çəkdirik yaxında uşaqlar. Qoyuruq yerinə, buraya. Çək oranı. Ay sağ ol. Şimdi bax. Fikir ver. Bax. Sinə istəyirsiniz. Abriyonlu sinə istəyirsiniz. Bax. O. Aradıq Tukan gəl bura. Dey onu ver mənə. Bax. Heç kimə demək. Qalacaq üstündə. Ne bileyim, ben çok kalmadı. Bu sen koy. Ben sinemi sıkam. Sen koy. Hoş. Gördünüz. Demek ki ne değil? Var, deməli sinə var. Sinə budur, sinə budur. Özü də çək. Monika, pələngin başını çevir. Matı.